Salam, Elantra ve Toyota Corolla həvəskarlar. Bugün size 2 Elantra göstereceğim. Bir tane de bak orada Toyota Corolla var. Bir tane de bunu göstereceğim. Hazır olun. Birinci bundan başlayaq. 2020 modelli, göy milyoner rengidir. Qabaq salamatçılıqdır. 2 motor, Dodge sadə, benzin mühərrikdir. Super rengi var. Super rengi var ve salonda sürücü airbag atmayıb. Zolaq tanıma, kör nöqtəsi var. Ümumi olarak Himska tabii ki talep eləyir, ama belə bu tərəfdə salamatçılıqdır. VIN kodda 2020'dir, tərtəmiz, yəni Bakıda 2020 çıxacaq. 21 alışdı. Yalnız zədə bax birdən buferdir. Bufer dəyişməlidir, bir stok lazımdır. Bir də kurloda iş getməlidir. Qalan arxa sərnişin qapısı salamatçılıqdır. Burada hər şey qaydasındadır. Keçək bu Elantraya. Keçirik buna. Bu ise ağ renkdədir, yəni məndən ağ çox istəyirdiniz. Bunda 2 qapı dəyişməli, bu tərəfdən zədəsi var. Əsas məsələ baxın görün, sürücü airbag atıb mı, yoxsa atmayıb. Atmayıbsa yaxşıdır. Elə sizə göstərə çəkirəm, açarsız daxil olma. Sürücü airbag qaydasında yan deməli yuxarısı atıb, amma ön şitdəki airbaglar heç biri atmayıb. Zolaq tanıması, kör nöqtəsi bunda da mövcuddur. Arxa hissəyə baxaq. Arxa hissədə də ümumi olaraq bir salamatçılıqdır. Arxa hissədə ümumi olaraq salamatçılıqdır. Keçək